Salam əziz və hörmətli dostlar. Xoş gördük. Umarım hər yerdəsiz, hər sağda, zamanda yaşırsınız. Hər hardasınız, dünyanın hər yerindəsiz. Keyfiniz saz olsun. Mən bayaqları düzün desək, biraz bundan öncə dostların biri bir gözəl, bir kiçik mətni yazmışdı, şeirə bənzər. Məni çox duyğulandırdı və biraz da nə deyirlər, məni yerimdən oynatdı. Bilirsiniz, mən şeir yazmaq başarmaram, fəqət duyğuları yaşaram. Amma bir şey yazdım, bunu istəyirəm sizə oxuyam. Bunu şeir görməsəz də görməyin, amma mənim duyğularımı görün. Bunun adını qoymuşam, bayrağı üç vədə namaz edərkən. Yaşa! Bəlkə bugün, bəlkə yarın mütləqa bayrağımız asılacaq hər yerdən, gələcək azadlığın səsi. Ürəklərimiz kəpənəklərin yuvası olacaq, gözlərdə şoq, yaşı, bayraq yazacaq. Xiyabanlar ayaqlara qurban olacaq, dodaqlarsa ağaclarda çiçəklənəcək. Bayrağımız bir millətin 100 illik toplanmış sevincin güləcək. İstiqlal marşı çalanda bahar, xoş gəldin deyəcək bütün kənd, şəhərlər divarları. Əminəm, and içirəm, yaşayacaqsınız. Uzun-uzun, dirilgin gülüşlərin qurduğum vətəndə. İnan mənə. İnan mənə, gördüm səni sabah əlində isti bərbəri, al-əlvan bayrağı üç vədə namaz edərkən. Umaram ki, sizdə də ətki buraxmış olsun. O dostumuzun mütəəssifanə fəqət şeydə gördüm onu. Üstdə o oradakı gedir və baxandan sonra da yox olur, çoxluqca itir, yəni o qədər şükür Allaha dostluğumuz vardır ki, adam tapa bilmir. Hər halda bir də salam ərz edirəm və bildiyiniz kimi hər günə tay, mən hər gün bir səfə bir kitabdan oxuram. Bu günləri xüsusən neçə gündür, bu günləri 35-ci gündür ki, bu taza bir kitabı açmışıq və oxuruq. Adı Sümürgəçiliyin portresi və sümürgələşdirilənin portresi. Farscaya tərcümə olub, Çehre-i istemargər və Çehre-i istemar şudə adında fikirləyirəm. Human Atiq Farscaya tərcümə edibdir. Çox dəyişdiribdir Human Atiq bu kitabı. Əsla farscasını sifariş eləmirəm. Onun üçün də mən bunun türkcəsini oxuram. Türkcəsi Fransa dilindən çevrildiyinə görə bu çox mənim nəzərimə orijinala yaxındır, əslə yaxındır. Aleyküm salam dostlar. Ərz edeyim ki, kitabı yazan Tunesli bir dostların biri bugün danışırdıq. Dedi, Yəhudidir. Tunesli bir Yəhudi yazıbdı bunu. Uşaqlığında yazarın adı Albert Memmidir. Bu kitabı turuz.com sitəsindən ya da mənə əgər yazsaz oradan sizə göndərə bilirəm PDF faylın, orada oxuya bilərsiniz. Mən özüm print eləmişəm, printini oxuram və bu kitab o qədər önəmlidir, mən bunu hər cələsə demək məcburiyyətindəyəm. Bir milli fəal, bir insan ki millət üçün işləyir, bu kitabı oxumasa, nə oxuyur, oxusun dərdə dəyməz. Əvvəl gərək bu kitabdan başlayaq. Və bu kitabı biz türklər gərək indiyə qədər keçən bu 64 ildə ki bu kitab yazılıbdır ya basılıb, yayılıb. Biz gərək buna heç olmasa 64 dana buna şərh yazıyorduk. 64 dana bunun üstündə təhqiq eləyiyorduk. Mütəəssiflər çox təəssüf olsun ki, beyin yıxama sistemi İranda icazə verməyib. Biz bu əsli kitabları görək. Bu adam sonralar, Albert Memmi sonralar gedir Fransada dərs oxur, doktorasını alır. Qeydəndə vətənə görür ki, vətəndə inqilab olubdur. Fransəlilərin qarşısında millət ayağa qalxıblar, silahlanıblar, öldürürlər Fransəliləri. Cəlibdir, həmişə güclülər
gücsüzləri müttəhəm elərlər. Nədəndirsə gücsüzlər güclüləri müttəhəm eləyənmirlər, suçlamırlar. Suç, türkçəsi müttəhəm ərəbcə sözdür, müttəhəm, ittiham. Bunun türkçəsi suçlamaqdır. Nədəndirsə zəiflər güclüləri suçlamırlar. Güclülərdir ki, zəifləri suçurlar. Mən onlar bir 8 il, 9 il bundan öncədən, bəlkə də çox, dostları Azərbaycanlı, qeyri-Azərbaycanlı, türklü, ərəbli, kürdlü, bəluçlu, türkəmənli, qəşqaili, lorru, mazənli, ciyləkli, talişli, bütün hətta farslı insanları dəvət eləmişəm, hüquqçuları, qanun bilən insanları, gəlin bir dadgah yaradın, biz də dövləti, İran dövlətin suçlayaq və mühakimə eləyək. Mütəəssifanə bizim insanlarımız çox danışmaq əhlidir. Bəzi adamların təxəssüsü danışmaqdır. Mənim işim, təxəssüsüm danışmaqdır. Mənim təxəssüsüm hüquq deyil. Mənim təxəssüsüm sadəcə, mən əsli işim jurnalistdir. Əgər siyasi jurnalist olmuşam, ya nəzəriyyələrə əlaqə tapmışam, ya bəzi düşüncələrə qapılmışam, bu mənim əsli işim deyil yəni. Təxəssüsüm deyil. Bunu qazanıram. Zəhmət çəkirəm. Çünki gündüz oxuram, yazıram, düşünürəm. Dostlarla uzun danışıram, ta bir dənə nəzəriyyə məsələn ortaya qoya biləm. Hər halda bu adam bu kitabı o zaman yazıbdı. Bizim üçün çox önəmli kitabdır. Bunu oxumalıyıq. Mən bu canlı yayınların altında yazıram ki, sümürgəçilik və sümürgələşdirilən. Elə, yəni bu məncə hər şeyi düşündürər. Dostlardan xahiş edirəm, həttmən əgər imkanı olsa sizlərə bunu yayın obrisi dostlara canlı paylaşın, qoyun ki, dostlarımız görsünlər. Bəlkə ayılmağında heç olmasa kömək olsun bizə. 70-ci səhifədəymişik. Mən dostumuzla danışanda dedim 61, 62, 72-ci səhifədə yox. Səhifənin başlığını, oradan ki, bugün başlığı başlayırıq, səhifənin aşağısında kəndini küçümsəmə. Mən bunu dünənləri, üçün bilirsiniz, mən öncədən oxumuram bu kitabı. Onun üçün də bilmirəm ki, sonuncu bəhs nə haqdadır. Mən dünənlər demişdim ki, sümürgələşdirilən, yəni məsələn İranda türklər ki, təhqir olublar, onlar özlərini küçümsədirlər. Amma bu günləri, indi bunu bir baxdım, gördüm ki, yox, sümürgəçi öz içində bir təhiqarət hiss edir. Yəni küçümsəmə hiss edir, küçümsür. Dostlar, məsələn, İranlılar hüquqi bəşərdən ciddi danışanmazlar, demokrasidən ciddi danışanmazlar, əxlaqdan, insaniyyətdən ciddi danışanmazlar, nəzəriyyələri də yoxdur, düşüncələri də yoxdur bu haqda. Çünki əgər bunlardan danışsalar, əvvəl gərək özlərini məhkum eləyərək. Çünki istəmirlər özlərini məhkum eləsə, danışmayacaqlar. İndi bu bəhsi açır ki, nə cür bir istemarçı ki, yenə də bunu dostlarımız, taza gələn dostumuz olsa, ya öncəki bəhslərdə yaddan çıxmış olsa deyim. Sümürgəçi kimdir? Sümürgə nədir əslən? Sümürgəçilik bir ideolojidir ki, onun əsasında güclü bir toplum ya insan özünə bu haqqı verir ki, o birisi toplumları, topraqları, insanları əlinə alsın, onları başına nə istərsə gətirsin, əllərində olan varlığı onlardan alsın. Kəndi varlığın onlara zorlasın. Xülasə desəm budur. Bu, o ideolojidir. Sümürgələşdirilən o adamlardır ki, o güclü adam gəlibdir, bu zəif adamı ya toprağın işğal eləyibdir. Sonra bunların beynin sümürgələşdirib, ələ geçirdib, istədiyi kimi bunların beyninə yerləşdirib, onları yönetir. Hətta bunlar dav tələbanə, türkçəsi olur ürəkli. Ürəkli olaraq sümürgəçiyə çalışırlar. Sümürgəçi kimdir? O adamdır ki, indi İran prosesində baxanda hər bir farsçı anadan doğulur, ta ömrünün son saniyəsinə qədər ki, nəfəsini verdi, getdi, hər yerə getdi, deməyək orasında. Bu adam sümürgəçidir. Fars olan bəs hər kim ki varsa sümürgəçidir. Çünki bir faydalar alır sümürgədən. O faydaların ən başda gələni budur ki, onun dövləti var, bizim dövlətimiz yoxdur. Elə ən başda gələn budur.
Onun dili var, bizim dilimiz yoxdur. Onun bir iddia haqları var ki bizdə yoxdur. Amma biz də ona tay insanıq, olmalı. Bəs bu sümürcəsi, birincisi İranda danışanda, İran çərçivəsində farslar. İkincisi, farslara işləyən qeyri-fars insanlar. Fars şirkətində, fars karxanasında, fars idarəsində işləyənlər. Üçüncüsü, İran dövlətinə və farsçılıq dövlətinə istihdam olub işləyənlər. Fərq etməz ki, süpürgəçidir, çayçıdır, nə bilim, bir yazını aparıb gətirəndir, qapıda durandır, yoxsa orada müdürdür, muavindir, ustandardır, fərmandardır, müəllimdir, ustad danışqahdır, hər kəs ki var. Biraz qorxa-qorxa deyirəm ki, hətta öğrencilər belə sümürgəçi olurlar. Çünki bunların beyni yıxanır və bunlar sümürgəçiyə çevirirlər gələcəkdə. Tamam. İndi bu üç qavramı açdıq, keçək əsli bəhsimizə. Kəndini küçümsəmə, özünü kiçik görmək, əskik görmək, bizim türkçəmizdə əskik, aşağı, ərəbcəsi hiqarət, hiss etmək. Çünki insanın var olabilmək üçün güc və ədalətsizliyə ya da geçinmək üçün polis və orduya ehtiyac duyması karşılıksız olmaz. Bir dənə dəlil ilə başlayır. Dəlil budur ki, insan var olabilmək üçün, insan olabilmək üçün, ya insan kimi yaşamaq üçün iki şeyə ehtiyacı var. Ya birinə ehtiyacı var, birinə ehtiyacı yoxdur. Birisi nə mənədir? Biri güc. Buna ehtiyacı var. İkincisi ədalətdir, deyir, ehtiyacı var. Amma bunun qarşısını deyir, ədalətsizdən qaçmaq üçün. Pəs bir güc üçün, gücü olmaq üçün, güclü olmaq üçün, bir də ədalətsizdən qaçmaq üçün. Biz indi ədalət İrandan yaşamırıq. Millətlərin İranda ədalətlə yaşanmaq imkanı yoxdur. Çünki farsçılıq üstünlük tutulubdur tamam qanunlarda, idarələrdə, sistemlərdə. Bunun üçün ədalət ola bilməz. O yerdə ki, biri birindən üstündür, orada ədalət olmaz. Evdə əgər kişi xanımından, ya xanım ərindən, ya hər ikisi uşaqlarından özlərin yuxarı görülürlərsə, güc sahibidirlərsə, burada ədalət yoxdur. Biz danışa bilmərik ədalətdən, o halda ki, evimizdə ədalət yoxdur. Ya da geçinmək üçün, ya da ki, geçinmək üçün. Geçinmək bilirsiniz, bizim türkü dilimizdə, Güney Azərbaycanda xüsusən, yəni gündəlik yaşamaq üçün. Bu gündən sabaha çıxmaq üçün, geçinmək üçün. Geçinmək ən aşağı, farsça deyilə kəfi zindigi. Ən aşağı vəziyyət yaşamda geçinməkdir. Məsələn, gündə bizim pulumuz ola, bərbərimiz alaq, evimizin kirayəsini verək, məsələn, uşağımıza bir istədiğin ayda bir şey, məsələn, ona ala bilək. Mən bu günləri yaşamışam özüm, onun üçün də bilirəm ki, nə çətindir. Geçinmək üçün polisə və orduya ehtiyac duyması. Deyir ki, geçinmək üçün də bir yaşamaq üçün, yəni ən aşağı səviyyədə polisə və orduya ehtiyac var. Ehtiyac duymaq üçün, yəni ona hiss edir ki, mənim ehtiyacım var. Niyə? Dedik ki, bir güc əldə etmək üçün, bir də ədaləti saxlamaq üçün. Qarşılıqsız olmaz. Deyir, bu 4 dənə istəyin bir-biri ilə qarşılıqsız olmaz. Bunlar hətmən gərək bunun qabağında bir şey verəsən, bir şey alasan. İnsanın sürəkli suçsuzluq duygusuyla yaşamayı bollənməsini, kəndisine zarar verməməsi mümkün deyil. Deyir ki, insanın sürəkli, yəni sürətli, dalbadal, insanın suçluluq duyması, özünü günahkar, suçlu əslində günahkar hiss etməsi, duyması, yəni duygusuyla, yəni o hissiyle, o ehsasatı ilə ki, içində vardı, mən günahkaram. Baxın, dostlar, günahkarlıq iki yerdən gələr, bu duygu. Ya dindən gələr, ya qanundan. Ondan sonra başqa yerdən gəlməz.
günahkarlıq hissi ilə bizi kontrol edərlər. O din sahibi, dincilər, din satanlar, baqqallıq açıbdır, supermarket açıbdır, adı dindir, İslam falan. Bunu yenə də deyim dostlar, biz şiə deyilik, biz Cəfəri məzhəbiq. Bunu türklər Cəfəri məzhəblər, farslar şiədirlər. Bunu ayırt etməliyik. Türk şiətçiliyi yoxdur əslində. Mən bunu illərdir deyirəm, amma indi daha özümə də aydın oldu ki, biz hətta məşrutə qanunu əsasında şiə adı yoxdur. Cəfəri məzhəb var. Deyir ki, insanın sürəkli, dalbadal, hey, özün, günahkar hiss edib yaşama sistemi, mən hey görürüm, qəbullənməsini, deyir, bu hissi qəbullanmaq, bu hissi ki, mən günahkaram, bunu qəbullanmaq, içinə almaq, kəndisinə zərər verməməsi mümkün deyildir. Əgər bunu olsa, özü özünə zərər verər. Əgər insan özünü günahkar olsa, özü özünə zərər verər. Məsələn, mənim yadıma gəlir bir zaman, indi görürəm ki, günah deyilmiş, amma mallaların dediği əsasında mən özüm bir iş görmüşdüm. Məsələn, özümü şallaqladım. Uşaq idim, çox uşaq, yəni beynimin yıxanan dövrəsi. Əlinə tüfək ver denən vur öldür insanları, o dövrə. Çünki yaşın bir zamanı var. O yaşda siz beyninizi oynatsalar, beyninizi əllərinə alsalar, sizə suç duyğusu və şücaət, qəhrəmanlıq duyğusu versələr, sizdən nə istəsələr onu elərsiniz. Ki, mən bunu yaşamışam. O içindəki günahkarlığı qəbul eləsəniz, kəndisinə zərər verməməsi mümkün deyil. O adam özü özünə zərər verməməsi mümkün deyil. Özü özünə zərər vurar. Heç olmasa ruhsal zərər vurar. Adam məsələn, baxın, deyir ki, Allah mənim günahlarımı əfv elə, gedir, məsələn, nəzir edir. Aşurada, fulanda, bəhmanda çörək verir. Niyə? İsti günahları, bu bir zərərdir. Niyə? Bunu bir günah deyiblər, filan iş günahdır. O günahı niyə deyiblər? Çünki bir idlənin mənafeyi ondadır, mənfəətləri, qazancları ondadır ki, siz belə düşünəsiniz. Onlara maddi, rəvani və bir də toplumsal yer verirsiniz. Tamam. 71-ci səhifənin 2-ci sətrindən başlayırıq. Kolonialistin kəndisini və kəndi insanlarını övməsi, kəndi tarzının və kurumlarının kusursuzluğunu, kültürel və teknik üstünlüyünü dəfələrcə yəni, hətta ciddiyyətlə onaylaması hər kolonialistin yüreğində daşıdığı temel məhkumiyyəti silməz. Ürəyindəki taşıdığı temel məhkumiyyəti silməz. Görək nə oldu? Bir kolonialist dediği adamdır ki, sümürgəçidir, işğalgərdir. Kendisini, özünü ve kendi insanlarını ve onun özündən olan insanları, biz Fars deyilik, Fars sümürgəçidir ve Farsları onun kendisine, onun özündəndir. Türklər ondan deyir. Buna Farsça deyiblər ki, qeyriyyəssazi, xodi və qeyri-xodi. Farslar belə deyirlər. Kendisini ve kendi insanlarını övməsi, həm özün, həm də özündən olan öz elin, tayfasın övür. Övmək ya demək, sitayiş deyirlər Farsça. Tərif edir, təmcid edir, göylərə çıxadır. Kendi tarzını ve kurumlarının kusursuzluğunu, özünün tarzını, yani o yol yöntemini, rəviş deyirlər. Tərz, Fars, ərəbcədir fikircəm, bəlkə də Farscadır. Tərz ərəbcədir, çünki dəstəli teylə yazılır. Ya da türkcədir, ola bilər. Çünki hər o qədim Fars dilini türkləri yaradanda, bir dana özlərinə bir şey deyir. Hər o şey ki, Fars dilinə deyil və əsli kökü türkcədir, ya ərəbcədir, onu ya ayrı bir dildən gəlmədi. Onu
ayrı, Farsdan ayrı, Farslar deyə bilməyəcək bir hərflə yazalar ki, bəlli ola bunun kökü ayrı dildən gəlmədi. Məsələn, Tehran dəstəli T ilə yazılırdı. Çünki bu türk bir kəlmədir. Türklər düzəltmiş bir kəlmədir. Məsələn, tərz özü ya türkdür, ya ərəbcədir. Çünki dəstəli T-dir. Farslar dəstəli T deyə bilməzlər. Əlbəttə, biz də indi farslaşdığımız üçün dəstəli T deyəmirik. Amma türklər buna tarz deyirlər. Tarz. Bizdən fərqli deyirlər. Kəndi tarzını, yəni öz şivəsi ilə yaşamağı və kurumlarının, idarələrinin, sistemlərinin, əncümənlərinin, təşkilatlarının, kurum, təşkilat, sazman, əncümən, dərnək, nə desəz bunlar, kurumlarının kusursuzluğunu, qusuru olmadığını, yəni tək, kamil olduğunu, əkməli filan olduğunu, dünyanın ən yaxçı olduğunu, bunu deyir. Kusursuzluq yəni ən yaxçı. Kültürel, ha belə özünün kültürel davranışların, baxışların, kültür, İranda fərhəngi deyirlər farsça. Kültür və teknik. Teknik də sənət, teknoloji, maşinalat. Hər şey ki, insanlar onu düzəldirlər əlinə və işlədirlər. Teknik ondan ibarətdir. Qeyti bir teknikdir. Pitaq bir teknikdir. Təyyara da teknikdir, kompüter də teknikdir, internet də teknikdir. İnternetin içindəki kültürdür. Bilgidir. Deyir ki, bunların kültür və teknikinin üstünlüğün, yenə yuxarılığın, üstünlüyün, bərtərliğin varsa, dəfələrcə, yəni dəfələrcə, çox, dalbadal, hey! Neynər? Hətta ciddiyyətlə, hətta çox ciddi bir şəkildə onaylaması, onları təsdiq edər. Onaylamaq ərəbcə olur təsdiq, türkçəsi onaylamaq. Təsdiq etməsi hər kolonialistin, hər sümürgəçinin ürəyində, deyir ki, bu, hər bir sümürgəçinin ürəyində, bunları ki, dedi, bunlar ürəyində daşıdığı təməl məhkumiyyəti silməz. İçərisində özün məhkum elədiği hissidir. Bunları deyər, özün, məsələn, dedi ki, nə inər? Dedi ki, özünü, öz millətini tərif edər. Özünün üstün yaşam tərzini və kurumlarının kusursuzluğunu daimən üzə vurar. Kültürel və teknik üstünlüğünü dəfələrcə təkrar elər, özdə ciddiyyətlə. Deyir, bununla belə bunların heç birisi onun öz içində daşıdığı məhkumiyyət hissini silməz. O həmişə məhkumiyyət hissini yaşar. Farslar o zaman ki, bərabərlikdən danışırlar. Deyirlər ki, insanlar həmi bərabərənd, İraniha həmi İrani həstənd. Bir dana tənaqıza düşürlər. Türklərin dili yoxdur, dövləti yoxdur, tarixi yoxdur, iqtisadları bizim əlimizdədir. Bu təməlliq onların içində bir məhkumiyyət yaradır. Demokrasidən ona görə danışa bilməz, ədalətdən ona görə danışılmaz, hüquqdan ona görə danışılmaz, bərabərlikdən ona görə danışılmaz. İslamın əsli qanunların ona görə ortaya gətirə bilməz. Bunu nasıl diqqətə almaya bilir ki, deyir, bu hissi ki içində var, bu ikilik yaşamağı. Deyir, bunu nə cür həm özün məhkum edir, bilir ki, kolonialistdir, istismargərdir, həm də o özün üstün görür. Bu ikilik yaşamağı deyir ki, nasıl diqqətə almaya bilər ki, nə cür buna diqqət eləməz, bu ikiliğa, bu iki zidd-nəqiz yaşamağa. Gecə ilə günüzü, ədalət ilə ədalətsizliyi, dostla düşmənliyi eyni halda yaşır bu adam içində. Düzlüklə yalancılığı eyni halda yaşır. Tamam. İç səsini bastırmaya çalışdıkça hər şey hər gün onu hatırlatır. Deyir ki, iç səsini, bunun içində bir səs var. Ədalət istəyir, demokrasi istəyir, azadlıq istəyir, bərabərlik istəyir,
Amma demokrasi istir, əxlaq istir, nə bilim filan istir, azadlıq, düşüncə azadlığı istir, deyir bunları. İç səsini, bu içində olan səsi bastırmaya, onu əzmağa, gizlətməğa, bastırmaq, fişar altına qoymaq, gizlətmək. Məsələn, bastırmaq nədir dostlar? Biz bir şeyin üstünə bir parça çəkirik, onu bastırırıq, görməsinlər deyə. O bastırmaqdır. O şeyi ki, gizlədək ki, adamlar görməsin, bastırmağın bir mənası gizlətməkdir. İç səsini bastırmaya çalışdıqca, hər nə qədər çalışır ki, bu içindəki o səsi, içsizliği ki, bunu bir təzadlıda yaşadır da, bu adam təadülə yoxdur da. Niyə İranda təadül yoxdur? Niyə İranda gündə insanlar bir-birlərini vururlar, qəmə çəkirlər, oğurluq elirlər, çəkirlər, bir-birlərinə böyük başlarına böyük qoyurlar, əllərində varı alırlar, aparırlar, ixtilas elirlər, oğurluq elirlər, bancı çalırlar, evləri çalırlar. Niyə? Çünki bunların içində bir şey var, içilik var. Bu, bunlara bir rəvani dəngələrin, ruhsal dəngələrin değişdi, təadüllərin aradan aparıbdır. Ona görə bilmirlər neynəsinlər. Bu tərəfdən oğurluq edir, o tərəfdən gedir, tövbə edir. Gedir, İmam Hüseynin sinə vurur. Heç, pəs iç səsini bastırmaya çalışdıqca nə olur? Hər şey, hər gün ona bunu xatırladır. Hər şey ki görür, hər gün ona bunu xatırladır ki, sən demokrat ola bilməzsən, insan ola bilməzsən əslən. Sən adam deyilsən. Sən bir istemarçısan. Sən bir haqsızlıq edənsən. Sümürcə insanının ən küçük bir görüntüsü yabancıların nazik imaları ya da kəsin suçlamaları sümürcədəki yurttaşlarının itirafları ana yurtda yapılan yolculuklar her yolculukta kendisini gıpta ve tenezzül karışımı her yolculukta kendisini gıpta ve tenezzül karışımı bir kuşkuyla kuşatılmış bulmak, ekonomik ya da siyasi güç sahibi olan ya da bu gücü paylaşan kişiler gibi elbette o da saygı görür. Uzun cümle, çok uzun oldu ama kısa desək olacaqdır. Dedi ki, sümürcə insanının ən küçük bir görüntüsü. O çıxır xiyabana, bu sümürcəçi, bu standardı, idarədə işləyir, müəllimdir, ustad danışqahdır. Görür ki, hamı türk danışır, amma bu onları məcbur edir farslığa. Hamı deyir, mən türkəm, o deyir, sən azərisən. Bu ikilikləri yaşır da o. O deyir ki, fars dili rəsmi dildir, tarixi bir dildir. Türk deyir ki, fars dili mənim dilim deyil, sənin dilindir. Sənə rəsmi ola bilər, mənə rəsmi deyil. Mənim dilim niyə qaçaq, niyə qeyri-qanunidir? Deyir, bunları o adam görür. Ən kiçik bir görüntüsü, türklüyün ən kiçik bir görüntüsünü görəndə nə olur? Onda o iççiliği görür. İçində o iççiliği, məhkumiyyəti yaşır. Yabancıların nazik imaları, xarici adamlar ki gəliblər, məsələn, Təbrizə, Ərdəbilə, Urmiyə, Zəncana, Qəşqaistana, Türkmən Səhraya, Tehrandakı türklərin içinə. Deyir ki, bu yabancılar, xaricilər, yabancı xarici, biganə, özgə. Özgələr ki gəliblər bura, üzr mən itirmişəm. Yabancıların nazik yəni hünərməndanə farsça, zərif, ədəbli, nazik burada ədəbli. Ədəbli imaları, ima ərəbcə sözdür, işarə. Ədəb də dostlar, şeydir, ərəbcə sözdür. Farsda bu ədəbin müqabili yoxdur. Fars sözündə, dedim ki, fars sözü məsnui sözdür, fars dili məsnui dildir, türklər yapıblar, düzəldiblər bu dili. Bu oradan gəlir. Necə bir dildə ədəbə söz yoxdur?
ərəb sözündən alıblar. Ədəb ərəb sözüdür. Bəlkə də türk ola bilər, amma mən ərəb bilirəm. Sümürdəki üzrəm deyir ki, bu yabancıların farslar yabancıya nə deyirlər dostlar? Yəni görək ki, xarici, biganə, özgə buna nə deyirlər? Xarici ərəb sözdür, biganə bilmirəm farscadır ya yox. Amma ola bilər farsça olsun. Deyir ki, hər üzrəm yabancıların nazik imaları deyir ki, xaricədən gələnlər, özgələrin gəliblər bunların içinə çox ədəbli, mərifətli, siyasal, politik işarələri, ima işarə göstərmələri, danışıqları yəni. İma olur, məsələn, qaş gözlə siz bir ima edirsiniz. Bu bizdə işlənir. İma bizdə işə fikrim türkçədir. Qaş gözlə. Məsələn, əlinə. Mən indi burada çox görürsünüz. Əlim çox danışır ta ağzım. Bu imadır. Qaşları çatmaq, aşmaq, aşağı, yuxarı, gözü qırpmaq filan. Bunlar hamısı imadır. Eyni halda, məsələn, deyirik ki, məsələn, bunlar türk deyil. Bunların dili türkdür. Bunları Azəridirlər. Elə bunların hamısı ki deyirsiniz, o onun içində bir şey yaradır. Nazikliğine, ədəbli davranmağınızla belə o şey olur. Ya da ki, kəsin suçlamaları, ya da xaricilər, ya biz özümüz onları suçlur, kəsin, dəqiq, bəlli suçunan deyirik ki, sən istemarçısan, sən işğalgərsən, İran bizim məmləkətimiz deyil, Fars bizim dilimiz deyil, biz türkük, bunları suçlamadır ki, biz ona veririk. Deyir ki, ya da suçlamaları sümürgədəki yurtdaşlarının, Farsların yurtdaşları, yəni vətəndaşları, bir torpaqdan olan insanlar, Farsların yurtdaşları, sümürgədəki yurtdaşlarının itirafları, bəzi Farslar etiraf edirlər ki, Azərbaycan türkdür. Deyir, elə bu etiraflar nə olur? İtiraf deyir bu da. İtiraf eyni ilə yazıldığı üçün i ilə yazılır burada. İtirafları ana yurtda yapılan yolculuklar, ana yurtda, bunların öz vətənlərində, ana yurt vətənləri, ana yurt, yəni sümürgədə olurlar bunlar. Bunların ana yurtları, məsələn, deyək ki, Farsistandır. Farsistan adında bir yer yoxdur, özləri də qəbul eləmirlər. Onun üçün biz də bunu qəbul eləməməliyik. Bu sözü mən salmışam birinci dəfə. Farsistan, indi görürəm ki, iştibah eləmişəm, səhv eləmişəm. Yapılan yolculukları, o yolculuk səfərlər, musafirətlər. Deyir, o musafirətlər ki, ana vətəndə elirlər, onların ana vətənlərində. Hər yolculukda kendisini gıpta və tənəzzül karşımı bir kuşkuyla kuşatılmış bulmaq. Deyir ki, hər bir səfər ki olur oradan Azərbaycana, deyirlər gedirik Azərbaycana, demirlər gedirik İrana. Deyirlər gedirik Azərbaycan, gedirik Kürdistana, gedirik Əl-Əhvaza, gedirik Türkəmən Səhraya. Diqqət buyurun. Demir ki, gedirəm Azərbaycanı Şərqiyə. Gedirəm Azərbaycanı Qərbiyə. Deyir ki, gedirəm Azərbaycana. Nəhayətdə deyir, gedirəm məsələn Urmiyə, gedirəm Xoya, gedirəm Şəbistərə, Təbrizə, Ərdəbilə, bunlara. Deyir ki, hər yolculukta kendisini qıpta ilə, özünə həsrətlə baxar. Qıpta deyək həsrət. Həsrətlə baxar və tənəzzül, özünə aşağı, tənəzzül nuzul sözündən, nuzul yinmaqdır. Özünə aşağı görər. Tənəzzül karşımı, tənəzzül karşımı yəni bir qarışım, bir məxlut, bir məcun düzəlir. Tənəzzül karşımı, onun içində bir aşağılıq qarışımı var. Kompleks deyirlər xaricə. Kompleksi var. Bir kuşkuyla, bir bu hissin qabağında özündə bir kuşku, bir şək yaranar. Kuşkuyla, şəklə kuşatılmış mühasir olduğu. Görür ki, bunun içində bir duyğular var, bunlar ikilikdir. Bu tərəfdən də bu adam nə dedi, özün aşağı görür, eyni halda ki, ustandardır, fərmandardır, nümayəndə məclisdir, müəllimdir, ustad danışqahdır, rəisi bancıdır, rəis bimaristandır, döhdürdür, nə bilim, hər nədir, süpürgəçidir, polisdir, əmniyyət güclərindəndir.
amma özün aşağı görür. Deyir bu qarşılığında özün mühasirədə görür bir cür. Həm türklərin içində təhdidlər azdılar, mühasirədədələr. Həm güncə olaraq özün mühasirədə görür. Hiss olaraq, duyğu olaraq da mühasirədə yaşır. Deyir, özün bu vəziyyətə tapmaq ekonomik, iqtisadi ya da siyasi güc sahibi olana, deyir ki, iqtisadi gücü var ya da siyasi gücü var olana ya da bu gücü paylaşan kişiler gibi ya da bu gücü iqtisadi gücü ya siyasi gücü ya teknik gücün paylaşan insanlara tay gibi kişiler, şəxsiyyətlər, insanlar fərq eləmir. Kişi arvadadan kişinin ikisinə də deyilir. Şəxsiyyət mənasındadır. Ərəbcə şəxsiyyət, türkcə kişi. Gibi əlbəttə o da sayğı görür. Əlbəttə ki, deyir, bu adam da çünki gücü paylaşır, əlində güc var da. Yəni, bu sümürgəçi ustandardır, müəllimdir, ustad, danışqahdır, idarədə süpürgəcidir, karimətdir, müdürdür, muavindir, rəisdir, nə bilim, get başa. Deyir, əlbəttə ki, bu da güc sahibi olduğu üçün, gücü paylaşdığı üçün, o gücündən, məsələn, mən gedirəm ona deyirəm, mənə sicilli ver. Uşağımın adını qoyacağım, məsələn, nə mənə? Gələcək, sevgi, yaşam, Türk oğlan. Deyir, orada onu yazmır. O nədən istifadə edir? O gücündən, əlində bir gücü var. Mən də ona sayğı qoyuram. Xahiş edirəm yaz. Bu xahiş sayğıdır, yalvarmaqdır. Biz ona, əlbəttə yalvarmağa biz yerə idarə edir, yalvarmayaq. Onun vəzifəsi odur. O bizdən pul alır, biz onun hüququnu veririk, o bizim nökərimizdir, biz iş üstə qoymuşuq. Onun üçün mən o qanun əsası deməyək, o şey ki, əlbəttə qanun əsası əndazəsində bir şey yazıram, bir manifest yazıram. O manifestdə müstəqil Azərbaycanda, gələcək müstəqil Azərbaycanda rəis cümhur olsun, dövlət adamlarının hamısı karimənd ya xaricər hesab olacaqlar. Ən çox 2 qat məmuli xaricərin hüququ, aylığı, gəliricən hüquq ala biləcəklər. Yəni, əgər bir dana əmələ gedir, mekanik, nəqqaş, çörəkçi, ilməhsalan ayda 2 milyon alır, bu müdür, rəis cümhur 4 milyon ala bilər. İzafi yox. Mənim gözüm budur. Amma qabağında, əgər rüşvət alarsalar, əgər oğurluq eləsələr, ən aşağı rütbədə olan, məsələn, 4 ay zindana gedəcəkdir, 4 ayın hüququn verəcəkdir. Əgər bir hüququ qədər rüşvət alsa, əgər 2 hüququ qədər rüşvət alsa, 8 ay zindana gedəcəkdir, 8 ayının hüququ kəsiləcəkdir. Bu cürsə zərb eləyin də, məsələn, 10 ayının hüququ, 1 ilinin hüququndan alsa, 12, məsələn, 40 ay gedəcək, ya 44 ay gedəcəkdir zindana və 44 aylıq hüququnu alacaqlar. Bunun əlindən. Bu cürsü bir mücazatdır qoyuruq, yəni ona. Bu mücazat o birisi adamlarda deyil. Eyni halda idarədə işləyən insanlar deyə bilməz ki, mən 8 saat işləyəcəm. Dövlət tətil olmaz. Dövlət 24 saat 364 gün, hətta 65 gün işlər. Sən bu işi qəbul edirsən, gecə lazımsa, gecə 12-də duracaqsan, gedəcəksən müsafirətə, sən müsafirət haqqı almayacaqsan, sənin vəzifən budur. Necə ki, haqqı müsafirət alıram, mən gedirəm, həm işim budur ki, ustandaram, həm də gedirəm kətlərə, şəhərlərə baş vuranda özümə izafə kar yazıram. Necə ki, ola bilər bu? Məsələn, bu xaricəllər ki, ora gedirlər, bunlar izafə kar alırlar, orada işləyənlər izafə kar alırlar, yox. Sən dövlətin maşını ilə gedirsən, dövlətin işi, səni dövlət buna istihdam edib əslən. Eyni halda, bunlar dövlət işinə girənlər yaxından uzaqdan şirkətləri ola bilməz. Heç bir şirkət ilə yaxından uzaqdan işləyə bilməzlər, əməkdaşlıq eləyə bilməzlər, müşavirə verə bilməzlər, gəlgid eləmə haqqları yoxdur. Əgər məsələn deyək ki, birinin bacanağının bir şirkəti var, saxtıman sazi, bu da məsələn bilir ki, oradan xiyaban geçəcəkdir, üstündə danışırlar məsələn dövlətdə ki, filan yerdə filan tər hicrə olsun. O əgər o bacanağa desə, o bacanaq gedib oradan bir şey alırsa, bu adam və o bacanaq hər ikisi mücazat olacaq və zindana gedəcəklər. Çünki buna rant deyərlər.
Sənin familin, yaxının haqqı yoxdur ki, bu rantılara girsin. Dövlət işləyənlərin aşağıdan üstə, ən aşağı səviyyədən işləyən ta rəis cümhur rəhbərə qədər, hər şey olur olsun. Hamısının hüququ, aylığı, gəliri gərək web saytıda yazılsın. Hamı görsün ki, bu adamın aylığı hardandır. Maliyyat idarələri gərək bunu kontrol etsin ki, bunların gəliri xərcləri ilə tutur ya yox. Gəlirləri xərcləri ilə tutması çox olsa, bu pulu hardan gətirirsən deməli, sormalı və bunu mühakiməyə verməlidir. Necə ki, bir nəfərin ayda 4 milyon zahirdə gəliridir, 20 milyon xərcdir, 1 milyardlıq ya 10 milyardlıq ev ala bilir. Buna sistem qoymalıdır. Mənim öz tərifimdə, hətta bu kitabın şeyində də, videoların altında da bunu bir xülasə olaraq yazmışam. Tamam, gəldik, yetişdik bura ki, sayğı da durar bu adam. Amma hər durumdan nasıl yararlanacağını bilən, hər durumdan nasıl yararlanacağını bilən, sərvətinin kaynağı əhlaki baxımdan kuşkulu olan kurnaz bir adam olduğu yolunda imalar vardır. Deyir ki, bu istemarçının, bu ustandarın, bu fərmandarın, bu nümayəndənin, bu müəllimlər uşaqlardan niyə müəllim gününə bir şey alırlar? Məsələn, uşaqların hər gün doğumudur, müəllim gətirir, bunlara bir şey verir. Yəni, bir dana kilosu, deyək, 30 dana danışanımız öğrenci var. Əcəba bu müəllim hər gün bunlara kek alır, gətirir ki, onun doğum günü olanda, ruzi müəllim olanda uşaqlar gərək buna bir şey aparıb verələr. Niyə? Bu dəbləri kim çıxadıbdır? Bu rüşvətləri niyə veririk biz? Mənim yadıma gəlir, mən uşaq idim, mənim nənəm qatıq verirdi, müəllimə apar ver, sənə nümrə versin. Kətdə olanda, çox uşaq idim. Bilmirəm, 6 yaşımda lisədə nənəm qoymuşdu məni mədrəsiyə. Hey də bizim müəllim, o sipahi danış idi. Yəni sərbaz idi, şey deyildi, müəllim də deyildi. Çubuqla doyardı. Əlbəttə sonra gəldik Təbrizə, Təbrizdə də bu davamı var idi. Hətta məni əvvəlin adam ki döydü, bizim kilasımızın yanında bir ayrı kilas vardı. Fikirəm adı xanım Əşrəfi idi. Fikir edirəm. Uca bir xanım idi. Mən kiçik idim əlbəttə, uşaq idim, onu uca görürdüm hər halda. Əlbəttə indi də elə nəzərimə gəlir ki, uzunmuş. Məsələn, o yağış yağırdı, məni çətir ilə döydü. Yine halda ki, nə onun kilasında idim, nə də şuruqluq edirdi. Qaçırdım salonda, uşaq qaçar. Deyir ki, amma hər durumdan nasıl yararlanacaq, hər bir şəraitdə istemarçı, hər bir şəraitdə sümürgədə nədir bundan fayda, yararlanacaq, fayda qazanacaq. Yararlanmaq fayda sözü ki, ərəbcədə onun türkçəsidir. Yararlanacaq, yəni fayda ələ gətirəcəyini bilən bir adamdır. Sərvətinin kaynağı ahlaki baxımdan kuşkulu olan kurnaz bir adam olduğunu deyir ki, əxlaqi baxımdan da baxanda, əxlaq baxımından da baxanda bu adamın sərvətinin qaynağı, indi mən misalları vurdum, oğurluq edir, ixtilas edir, rüşvət alır, idarədə özünə, nə bilim, səxtiyə kar vurur, izafə kar vurur, haqqı musafirət vurur, haqqı ovlat vurur, haqqı məskən vurur, haqqı nəmənə vurur. Bunlar nədir çıxıblar? Sənin uşağın işləmir ki, sən işlirsən. Əgər deyirsən ki, uşaq olduqca gərək hüquq gedən hüququn gedəcək uşağa. Nəinki sənə uşağa hüquq vermirsən, onu aparır, onu əgər haqqı uşaq verirlər, gərək onu tökülür uşağın hesabına. Kanadada bu işi görürlər. Uşaqlara, nənə ki, uşaq doğur, ona bir hüquq gəlir, aylıq gəlir. Bu aylığı nəniyə verirlər, uşağın adına verirlər. Nənə, əgər ehtiyacı olsa uşağa xərcləyəcək, ehtiyacı olmasa qoyacaq uşağın adına banca. Dədiyə hüquq verməz, dədə işləyəcək. Deyir ki, sərvətinin qaynağı, sərvəti hardan çoxalır? O.
sərvətinin kökü, hardan gəldiyi, az koca avərdiyi farsda deyirdilər ha. Əhlaqi baxımdan kuşkulu, şəklidir. Şək sözü ki ərəbcədə, onun türkçəsi kuşku. Kuşkuludur. Olan bir hiləkar. Deyir, bu adamlar ki, istimarçılar çox hiləkardılar. Çox hiləkar. Olan bancı nəcür sən gedib 11-12 nəfər gedibdir. Nədir bunu tutdunuz? Axı əlinizdə bir şey yox idi. Əlinizdə nə filmi var, nə əksi var, nə sənət var, nə bir şey var. Bunlar da 3 gündə çıxıblar, gediblər. Necə ki biz bunların maşının fırıqqahda tapdıq. Bunlar o qədər ahmaqdılar, yığıblar, gətiriblər, maşına qoyarlar, təyyarı yapalılar. Yəni o oğurluğu eləyən təyyarıya mindirməz. Yəni bir dana ahmaq oğru o qədər oğru olar ki, biləb, əlan tətildir, dürbünlər yoxdur, hər şey yerindədir. Sonra gələ bunları yığa maşına apara deyə ki, mən qoyacağım fırıqqahda, mindirəm, təyyarı yaparam. Bilir də ki, təyyarıya hər nəyi mindirsən axtaracaqlar. Olan çivində 5 qranlığın olsa onu çıxadırlar. Necə ki, məsələn, sən milyonlar dolar, yüzlər kilo qızıl, orada qoyduqları pul deyil. 216 nəfərin var yoxu sandıqlardadır. Yəni qızılları, gümüşləri, qiymətli əlmasları. Məsələn, bir dana əlmaslı fikirləyin, mən baxırdım o günləri, bir dana əlmas qoyublar, 1 girəm, 19.000 dolar. 19.000 dolar danışırıq, tümən danışmıram. Yəni 1 girəmi 19.000 dolar. Yəni baxırsan hardasa 250 milyon tümən. Yox, çox. Deyir ki, bunların sərvətlərinin qaynağı şəklidir, kuşkuludur. Və bunlar hiləkardılar, kurnaz. Kurnaz hiləkarın, hilə də fikirlərim türkçədir, hiləkarın şeyidir. Kar sözü dostlar, kar deyil ha, kar. Kar sözü türkçədir. Biz bunu çox işlədik. Məsələn, biri hiləkardır. Filan şey kardır. Kar elədin. Alverdən yaxşı kar qazandın. Yəni bu kar gedib farsça olub kar, bir şey qazanmaq. Gedib farsça olub kar. Mən belə düşünürəm. Bir hiləkar olduğunu iması vardır, işarələri var, əlamətləri var ki, bu hiləkardır. Bunun varı, yoxu, gəliri, sərvəti düz qaynaqdan deyil, əlindən almalıdır. Məni idarətdə sorğu-suala çəkəndə dedim, yəni siz bilmirsiniz ki, məsələn, nə cür bunları tutasınız? Gedin, baxın bunların hüquqlarına, deyin ki, bunlar 57-dən gəliblər iş üstə, indi də olur 42, məsələn, mən onda olanda 30 il idi, 30 ildir bunlar iş üstədir. Hüquqları əvvəl, məsələn, 10.000 tüməndən başlayıb ayda, 57-də, məsələn, 3.000, 4.000 idi, 10.000 deyildi. 3.000, 4.000-dən başlayıbdı, yavaş-yavaş çoxal, indi gəlib 10 milyon ayda. Bunu üst-üstə qoyaq, deyək ki, 10 min ilə cəm eləyək, bu aylara bölək, aya bölək, deyək ki, məsələn, bu adamın hüququ bir belə oldu. Ortamda gəldi oldu, məsələn, ayda 500 min tümən. Deyək ki, 500 min tüməni bu adam ayda alacaq idi, ya 1 milyon alacaq idi. Bu adam 43 ildə olar, məsələn, 43 zərbiləri 12, 12-yə çarpaq, çarpı, zərb ərəbcədir, türkçəsi çarpaq. 12-ni 40 ilə, 30 ilə çarpaq, elər 320 ay məsələn. 320 milyon bu adamın küllən gəlirli olardı. Bu adamda deyək ki, bunun yarısını yiyib, yarısını da saxlayıb, daldiyə qoyubdu. Bunun olar məsələn 150 milyon pulu olar. 150 milyonluq bu adamın gərək evi ola, bağı ola, sirvəti ola, maşını ola, evində fərşi, pulanı, bəhmanı, varı gərək 150 milyonluq ola. Çünki bunlarla alıbdır da, bu qazancı ilə, qalanını yiyibdir. İndi görək ki, bu adamın varı nə qəddir? Nə qədər bununla izafədir, bunları özə dövlətə işlir. Dövlətə işlir, bunlar bir yerdən ələ gətiriblər. Hər yerdən ələ gətiriblər qeyri-qanuni. Bunun haqqı yoxdur, ikinci şirkətə bir ayrı şirkətdə işləyər. Çünki o şirkətdəki işlədi, o şirkətə iş yapacaq bu idarədə. Amma İttilaat İdarəsi özü gərək onda cavab verə ki, özləri bu pulu, paranı hardan gətiriblər. Sanki insanlar ona bilmiş göz qırpmaqladılar. Deyir ki,
elə bir belə sanki yəni belə fərz elə. Belə düşün ki, o adam belə yaşır bax. Hər kəs mənə baxır, bir Təbriz türkün yanından keçirəm, hamısı deyir ki, falan olmuş. Diqqət buyurursunuz. Deyir ki, sanki belə fərz elə ki, insanlar o adama, sümürgəçiyə, ona bilmiş, bilə-bilə, düşünə nə edirlər, bilmiş, göz qırpırlar. Göz qırpmaq, göz vurmaq. Biz hətta bu farslar çeşmək zədən deyirlər da, çeşmək. Biz buna göz qırpmaq deyirik, qırpmaq. Örtük ya da açıqdan yapılan, amma həp orada duran, həp kəndi içində və başqalarının hazır bəkləyən bu suçlamaya qarşı əlindən gəlincə savunma yapar. Deyir ki, örtülü, yəni üst örtülü, nə deyirlər İranda? Kinayəli. Ərəbcə sözdür kinayə. Üst örtülü, örtük, yəni üst örtülü ya da açıq, ya da açıq-açığa. Yapılan amma o işlər görünür. Yapılan yəni görünən işlər. O işlər ki görünür. Amma həp orada duran, amma həmişə, həp yəni həmişə. Həmişə sözü ehtimalən farscadır, bəlkə də türkcədir. Türkiyədə həp deyilir, həmişə yerinə həp deyilir. Bir qanun var. Əgər bir ayrı dildən söz alırsınız, alın, azaddır, amma türkləşdirin. Türkiyədə bu bir qanundur. Türk dilində qanundur. Həp sözü, həp deyir orada duran, orada durub da həmişə. Həp kəndi içində və başqa, həmişə öz içində, adam öz içində və başqaları hazır, başqalarında hazır bəkləyən bu suçlamaya qarşı başqalarında, o birisi adamlarda özündən eşitə. Başqa, yəni məndən qeyri adamlar, qeyri-xodi. Qeyri-xodi əlbəttə dostlar yox, elə hətta dostlar da, famildə. Başqalarında hazır bəkləyən, hazır gözlürlər. Onlar gözlürləri hazırdirlər. Bu suçlamayı, o hazır göşlədikləri ittiham, suçlamanı qarşı əlindən, qarşının, özgənin əlindən gəldiyincə savunma yapar. Deyir ki, əlindən gəldikcə o qarşında olan adamların, suçlamaların qarşısında, duyğularının qarşısında, işlərinin qarşısında özünü neynər? Savunar. Difa elər özündən. Savunmaq, difa eləmək. Özün müttəhəm görər, günahkar görər və bunu daimən özgələrinin qarşısında, özündən qeyri adamların qarşısında, hətta xanımın, uşaqların qarşısında özün müdafiə elər, özün tozih elər. Burada müdafiə tozih anlamındadır, tozih verəcək. Bəzən yurttaşlarındakı həyatının zorluqlarını vurgular. Bəzən bu adam olaraq həm özünü savunar, həm də onlara deyər ki, yurttaşlarını, yəni öz vətəndaşlarının bəzən yurttaşlarındakı həyatın, yaşamın zorluqlarını, çətinliklərini vurgular, onların üzünə vurar. Vurgulamaq, üzünə vurmaq, vurmaq. Vurgular, yəni sözlə digər olaraq. Fırsat kollayan bir ortamın hainliği, hastalıkların sağlığı, verimli olmayan toprakla mücadilə, düşman halkın duyduğu güvənsizlik, bunları deyər olaraq. Deyər ki, nə deyər? Deyər ki, hainlik edən bir durumlar var. Fırsat kullanan, fırsattan fayda kullanmaq, fayda aparmaq, istifadə eləmək. Fırsatı kullayan, istifadə edən bir ortam hainliği. Bir ortam ki, orada bir hainlik olar. Bir durum ki, orada fırsat olursa hainlik edərlər. Bunu deyər. Deyir ki,
həm öz adamlarımız, məsələn farslar, həm də bu millət türklər bir fürsət bulsalar mənə xainlik elərlər, işdən götürərlər, şikayət elərlər, guzariş verərlər filan. Hastalıqların sağlığı, mərizliklar sağlığı burada sümürgədə xətərə salır. Verimli olmayan torpaqlarla mücadilə etmək var. Bu torpaqlar yaxçı torpaq deyil, yaxçı bitirmir. Bunlarla biz çalışırıq, mücadilə edirik, savaşırıq bunlarla ki, bunlardan bir şey qazanaq, əldə eləyək. Düşmən halkın duyduğu güvənsizlik. Bir də düşmən xalq, onlar ki, istimar eləmişik, biz əlimizin altına gətirmişik, Azərbaycanlıları, türkləri, qəşqailəri, lorları, ciyləkləri, bunları. Deyir, bunlar düşmən xalqıdırlar ki, bizə güvənsizlik verirlər. Duyduğu, yəni o adam özü hiss edir, sümürgəçi özü hiss edir ki, bunlar mənə güvənsizlik yaradırlar, mən bunlara güvənəmirəm. Deyir, mən bu şəraitdə yaşıram. Yəni, zordur, mənim yaşam tərzim zordur. Bütün bunların karşılığında heç mi ödül hak etməməkdədir. Deyir ki, bu çətinlikləri ki, saydı özü, deyir, bunların qarşısında, bu zorluqların çətinlikləri ki, mən burada yaşıram sümürgədə, sümürgəçilərin içində, bunların mərizlikləri mənim sağlığımı xətərə salır, bunlar mənimlə düşməndilər, mən bunlara güvənəmirəm, bunlar məni daimən bunlardan qorxuram ki, məni vuralar, döyələr, arvadımı, uşağımı, dostumu, familimi tutalar, aparalar, əsir eləyələr, filan bəhman, malıma, canıma xəsarət verir, zərər vuralar. Deyir, bu düşmançılıqlarının, deyir ki, bütün bunların qarşılığı, mən bunları yaşıram, bunlara qarşılıq, bunların müqabilində, qabağında, qarşı qabaq müqabil, heç bir ödül, mənə bir caizə, mənə bir üstünlük verilməyəcəkmi? Ödül, üstünlük, caizə. Farsça caizə deyilir. Cavaz sözündən də fikir edirəm. Belə bir şey olmalıdır. Yəni, məncə, fars, ərəbcə deyil caizə. Farsça deyil. Heç mi ödül haqq etməməkdədir? Heç mən bir üstünlük, bir caizə, bir pul, bir sərvət qazanmaq haqqım yoxdurmu? İstir desin ki, yəni mən bu çətinlikləri yaşıram bunların içində, daimən xətərdiyəm, qorxuduyam, onun üçün mənim haqqım var ki, burada pul qazanam, bunları soyam, sümürgə eləyəm. Kimi zaman isə öfkədən dolayı dönmüş, saldırğan bir tavırla becəriksiz bir təpki göstərərək təpədən baxışa, təpədən baxmayla karşılık verir. Ana yurdunu korkaklık ve yüzleşmeyle, elbette burada yoz yazıbdır, yozlaşmayla suçlar. Diyor ki, bu adam kimi zaman, bəzi zamanlar, yəni bəzi zamanlar, bəzi ərəbdir, bunu muadil türkçə kimi deyiblər. Kimi zaman, yəni bəzi zamanlar. Hərdən bir türkçə bitirdim. Kimi zamanlar zaman isə, bəzi zamanlar belə isə öfkədən dolayı dönmüş. Üzr istəyirəm, öfkədən dəliyə dönmüş. Dolayı mən oxudum bunu. Öfkə əsəbani. Əsəbani ərəb sözdür. Bizdə öfkə, narahatlıq, əsəbaniyyət hər halda. Öfkədən dəliyə dönər. Deyir, bəzən öfkədən o qədər əsəbani olur ki, dəli olar. Üstən, mən çox tərlədim, havalar yavaş-yavaş çox ısınır və mənim də tər gəldi, göz başımı batırdı. Bir özümüzə yetişək. Pəs kimi zaman isə öfkədən dəliyə dönər. Bəzi zamanlar bu əsəbani olmaqdan öfkədən dəli olar. Saldırgan bir tavır saldırgan, yəni həmlə eləyən, hücum eləyən saldırganın türkçü elə saldırgandır da, yəni həmlə eləyən adamın, məsələn, xiyabanda biri ilə danışsa, dartın, dartınla, dizdə dartınmadır.
Saldırgan, yəni dartılan bir tavırla düşüncə və rəftar. Düşüncə və davranış. Tavır, düşüncə və davranış. Deyir ki, kollən bu adamın zehni və işləri hamısı saldırgandır. Nə dedim indi özümüzün, bizim içimizdə? Dartınmaq. Dartınmaq. O qədər işlətməmişik ki, yadımızdan çıxır. Bu brainwash'ın əlamətidir ha. Mən brainwash olmuşam. Öz ana dilimi xatırlaya bilmirəm. Bu brainwash olmağın ən gözəl misalı budur. O zaman ki, lazımındır filan sözü gətirəm, farsçasını bilirəm, amma türkçəsini bilmirəm. Ərəbcəsini bilirəm, amma türkçəsini bilmirəm. Bu brainwash olmağın əlamətidir. Pəs saldırgan bir tavırla, dartılan bir rəftar, düşüncə ilə, rəftar ərəbcə sözdür, fikir edirəm, becəriksiz bir tepki göstərərək, becəriksiz, bacarıqsız, başarmayan, ləyaqətsizlik bir vəzdə, becəriksiz bir təpki, əksül əməl. Əksül əməl ki, ərəbcədir, onun türkçəsi təpki. Təpki göstərərək, əksül əməl göstərərək, təpədən başqa bakışa, təpədən bakışa, üstdən, təpə yəni yerin üstüdə, dağın üstü. Təpə ilə dağın fərqi var. Dağ çox dik olar, təpə yaxsılı olar. Təpə buna görə deyilir. Düzdəki bilirik da düzlük olar. Düzdən bir yastı vəziyyətdə qalxan ki, yormaya adamı rahat çıxasan, buna təpə deyərlər. Dağ odur ki, biraz dikdir, çıxmağı zordur, təngə nəfəs olar adam. Təpədən baxışa, üstdən aşağıya baxmağa bu adam mübtəladır. Təpədən baxmayla, üstdən baxmaq sisteminə, təpədən baxmayla bu bir sistemdir. Özün üstün görüb baxır aşağıya. Qarşılıq verir. Deyir, o adamlarla üstdən aşağıya baxmaqla qarşılıq verir. Onlara belə, onların üstünə çıxır, onları təhqir edir, aşağıdan çıxır. Sən kimsən ki? Uslandarla belə nə edirsən? Mən dövlət işçisi ilə niyə belə danışırsan? Polislə niyə belə danışırsan? Mən döhdürəm, mən mühəndislə belə niyə, döhdürünlə niyə belə danışırsan? Bu muavinlə niyə belə danışırsan? Bu müəllimlə niyə belə danışırsan? Ustaddan, bunlar təpədən baxmaqdır. Üstdən baxırlar, özlərini yuxarıda görürlər. Yuxarıdan baxmaqla qarşılıq verir, onlarla deyir, beləsi durar. Yəni, özün yuxarıda görür, onlara əşağılar, qarşılıq verər. Ana yurdunu qorxaqlıq, qorxaraq, qorxu içində yaşayaraq, ana yurdundan qorxaqra və yüzləşməklə, ondan üzbəyiz olmaqla suçlar. Deyir ki, səni göndərirəm ana yurduva. Ana yurduna qorxaqlıq, yəni qorxutmaqla səni göndərirəm ana yurduva və yüzləşməklə, yəni üz-üzə qoymaqla, neynər onu? Ana yurdu ilə üz-üzə qoymaqla onu dedik ki, suçlar, müttəhəm elər. Ötə yandan, bir ayrı tərəfdən, tərəf ərəbcədir, bunun türkçəsi yandır. O yan, bu yan, in tərəf, an tərəf. Bu tərəf, o tərəf. Onun budur. Ötə yandan, yəni ayrı bir tərəfdən, ayrı bir yerdən, yurt dışında yaşamanın gətirdiyi zənginlikləri açığa vuraraq suçunu itiraf edər. Deyir, bir ayrı tərəfdən, ötə yandan, yurt dışında, vətəndən eşikdə, sümürcədə yəni, yaşadığının gətirdiyi, orada yaşadığı, sümürcədə yaşadığı sərvəti, zənginliyi, sərvət fikir edirəm ki, ərəbcə sözdür, ya türkcədə olsa, hər halda zənginlik də onun bir ayrı tərəfidir. Açığa çıxadar, yəni görsədər, açığa vuraraq görsədərək suçunu itiraf elər. Suçunu itiraf elər ki, burada mən naməşru pul qazanıram. Hər bir idarədə işləyənə baxın, hər bir idarədə işləyənin dünənəcan nə karı idi, nəyi var idi, özünün, dədəsinin, bacısının, qardaşının, xalasının, dayısının, əmisinin, bunların, yaxın əqrəbalarının, baldızının, nə bilim, qeyninin, qeynatasının. İndi görün nəyi var.
Bu onu deyir ki, öte yandan yurt dışında işlədiyi üçün, istemarda işlədiyi üçün yaşamına gətirdiyi zənginliyi, sərvəti o açığa vuraraq suçunu itiraf elər. Bunun o sərvəti onun suçluğun, müttəhəm olmağın, günahkarlığın görsədər. Fikir edirəm, günah türkcədir elə, suça tay. Fikir edirəm, bilmirəm. Çünki ərəbdə günah sözü yoxdur. Və çünki bu günah deyilir, hər halda. Bu o dostların işidir ki, bu işdə işlirlər və sözçüdürlər. İndi deyir ki, kaldı ki, nədən olmasın? Niyə rifahlı olmasın? Niyə sirvətli olmasın? Qaldı ki, bu söz ki, bunun aşında danışaq ki, niyə rifahı olmasın bu adamın? Niyə sərvət yığmasın? Deyir ki, seçdiyi yaşamın ayrıcalıqlarının keyfini sürməkdədir. Bu, seçdiyi istimarçı yaşamın ayrıcalıqlı imtiyaz, üstünlüklərinin keyfin sürməkdədir, keyfin aparır, keyfin sürür. Maşını biz sürürük, yaşamı da keyfin sürürük. Yəni, içində o zaman maşını sürən zaman o zamandır ki, maşının içində hərəkət edir. Keyfi çəkdiyimiz zaman onu sürürük. Amma o zaman ki, keyf qutardı, Allah göstərməsin. Keyfini sürməkdədir. Kolay bir həyat, kolay bir həyat, rahat bir yaşam, yəni sümürcədə. Sümürcəçinin rahat bir yaşam, sayısız hizmətkarlar, sayısız xidmətkarlar, xidmət ərəbcə sözdür. Bunu türkçələşəndə hizmət deyiblər, türkləşdiriblər. Xidmət nemətlərin bolluğu, sümürcədə nemətlərin bolluğu, nemət yəni varlığın, var, hər nə ki var, onun bolluğu. Parantez arasında yazıb ki, Avropada olanaqsız. Deyir, bunların öz məmləkətlərində yoxdur bunlar. Bu nemətlər bunların öz məmləkətində, farsların öz məmləkətlərində bu nemətlər yoxdur. Məsələn, havanın gözəlliyi, yağış, dağ, göy-göyərənti. Amma onlar bunları indi kəvirə çevirirlər. Çünki farslar kəvirdədirlər. Anakronik. Mən bunu birinci dəfə eşitdim. Heç indiyəcəndə eşitməmişdim. Latin sözdə hətmən kronik sözündən gələcək məncə. Həssas filan bəhman. Ana da onu mənfi eləyəcəkdir. Yəni qeyri həssas. Mən belə düşünürəm, amma bəlkə də bu deyil. Amma sözlüyə baxdım. Sözlüdə yazıbdır ki, anakronik. Anakronik yəni vaxtsız. Vaxtsız bir zamanda. Nabehengam. Anakronik yetək. Yetək güc. Yetmaqdandır. Anakronik nabehengam. Qeyri-müsait vəziyyətə. Yaraşmayan bir güc. Bu adama yaraşmır bu güc olsun. Amma burada bu gücü var. Sümürcədə. Hətta düşük fiyatlı benzin. Deyir, hətta sümürcədə düşük fiyatlı əşağa. Düşük əşağa. Düşmaqdandır. Bir yerdən düşür əşağıya da. Düşük fiyatlı fiyat qiymət. Fi sözü də bundandır. Qədim iqtisadda işlənərdi. Türklər işlədərlər. Fi yazardılar. Bu fi sözü fikir Moğuldan gəlibdir. Moğul dövründə gəlib. Fikir edirəm, mən bilmirəm. Avropada da, Amerikada da, İngilisdə də işlənir. Fi sözü. Fiyat da ondan gəlir. Fiyat maşın deyil əlbəttə. Fikir edirəm elə o fiyat da fikir edirəm ki, fi sözünün ərziş, qiymət, dəyər o sözdən gəlir. Fi sözü dəyər sözüdür. Hətta düşük fiyatlı benzindən bir bu adam faydalanır sümürcədə. Heç bir şey və heç kimsə ona həvəslə aradığı böyük övgüyü sunamaz. Deyir ki, heç kimsə ona, bu adama, sümürcəçiyə, dövlətin işçisinə, karməndinə, farslara işləyənlərə heç bir şey, heç bir kimsə, heç bir şey və heç bir adam, kimsə adam
ona, o istemarçıya həvəslə axtardığı, aradığı, yəni axtardığı, ikisi də türkçədir, aradığı böyük övgüyü, övgü necə deyim, təşviq, sitayiş farsça, övgü, övgü türkçə nə olur, biz nə deyirik buna? Tərif, təmcid, ərəbcədir, həm tərif, həm təmcid ərəbcədir. Deyir ki, bunu sunmaz, heç kəs buna, heç bir şey və heç bir adam ona o istədiği tərif, təmcidi, sitayişi verməz. Niyə? Nə ən iyi bu səhvəmiz qutardı. Mən o birisi səhvədən 3-4 sətir oxuyacaq qutaraq. Deyir ki, nə ən iyi olasılıqla deyir, nə də ki, ən yaxşı ola bilmək imkanı olsa. Olasılıqla, yəni olmaq imkanı. Olasıq bu oldu. Olmaq imkanı iki sözdür. Türkçədə bu, Türkçə üçün fars kimi deyil. Farsın 300 dana bəsit feili var deyirlər, ya 300-dən də az. Bizim Türkçədə 7000 deyirlər bəsit feilimiz var. Bunun üçün biz feillərimizdən işləyəndə iki kəlmə feil az işlədirik. Bunun üçün deyir ki, nə mənə? Olasılıqla, imkan-pəzir farsça deyirlər. İmkan ərəbcədir, pəzir farscadır. İkisindən bir kəlmə düzəldir. Bizdə olasılıqla düzəldi bir kəlmə. Olasılıqla olama, ən iyi olasılıqla ehtimal, çox yuxarı ehtimalla, bu cümlənin budur, çox yuxarı ehtimalla, olasılıq ehtimal, mümkün. Tamam, bu kağızı qoyaq yerinə ki, şey olmasın, səfələri iştiba salmayaq. Kayıtsız olan, yuxarı ehtimaldan kayıtsız qalar. Kayıtsız nə dostlar? Yəni qeydisiz qalar. Əhəmiyyət verməz, önəmsəməz. Amma asla saf ya da suç ortağı olmayan yurt dışı deyir ki, amma əsla, əbəda, əsla fars ərəbcə sözdür, əbəd də ərəbcə sözdür. Saf, sadə, ahmaq, rahatca toğlaya bilən bir adam. Rahatca birini toğlaya bilsə, o safdır, sadədir, ahmaqdır. Saf ya da suç ortağı, suç günah, ittiham, bezeh, ortağı şərik, ortaq şərik, ortağı olmayan yurt dışı yəni xaricdəki özgələrdən buna bir suç ortağı yoxdur. Pəs saf, sadə və bunun deyir ki, bu adamın saf, sadə bir adam yoxdur ki, bunun xaricədə ola, ya sümürcəti ola və bunun suç ortağı ola. Nə hər zaman, nə də ki, hər zaman kuşkuyla baxıldığı, buna kuşkuyla baxdığı, buna şəkk ilə baxırlar. Dedik, hər şeyinə buna şəkk ilə baxırlar. Və çoğunluqla və ha belə əksəriyyət, çoğunluq, əksəriyyət sözü ki, ərəbcədə onun türkçəsi, çoğunluqla saldırıya uğradığı kəndi yurdu, bunun saldırı dedik nə mənə? Həmlə, hücum, türkçəsini də dedim indi, nə oldu? Dartınmaq. Deyir ki, dartınmaq da bunun yurduna, kəndi yurduna. İran bizdən deyil, biz İranı istəmirik, İran parçalanmalıdır, biz dövlətimizi qurmaq, bu ona həmlədir. Nə də ki, sümürcələşdirilənin, bizim ki, sümürcə olmuşuq farslara beynimiz, toprağımız, sümürcələşdirənin səssiz isyanı, nə də ki, bizim səssiz bu türk dilinə işləmağımız, rəqslər, hər nə ki, türklük haqqında və Azərbaycançılıq, türkçülük haqqında eləyirik bunlar. Görməzdən gələn kəndi, bunu görmədən tuturlar, farslar. Bu səssiz üsyanlarını görmədən tuturlar, kəndini dönəlik, gündəlik üzrəm, kəndini gündəlik varan davranışları. Nə də ki, bunun gündəlik görmədim tutduğu davranışları. Bunları görmədim tutur. Bu cümləni biraz sürətlə oxusam, daha, əlbəttə çox uzun cümlədir, çox. Onun üçün də
Bunu fəqət bir dəfə axırda oxuyacağam ki, rahat bunun bir dəfə mənasını bilək. Doğrusunu desək, söyləmək gərəkirsə, deyir, əgər doğrusunu istəyək, düzün desək, doğru, düz, doğru, rast. Məsələn, farsça desək, əgər rastış robi qoyam. Doğrusunu söyləmək gərəkirsə, əgər lazımdır ki, doğrusun, düzün deyək, belə deyəcəyik. Ötəkilərindən gələn suçlarmalar qarşısında ötəki ayrılardan gələn suçlamalar, ötəkilərdən gələn suçlamalar qarşısında, onların müqabilində kəndi məsumluğuna kəndisi də pək inanmaz. Deyir, o suçlamaların, iddihamların qabağında özü də belə öz məsumluğuna inanmaz sömürgəçi. Sözün qıssası budur. Və son cümlə, kolonialist içdən içə suçunu etiraf edər. Deyir ki, bir sömürgəçi içdən içə, yəni öz içinin dərinliklərində özünün günahına etiraf edər. Bunu yaşar. Dedik ki, hər farslı niyə demokrasi eləyə bilməz? Demokrasidən danışarlar, amma ciddi olamazlar. Çünki bir təbiiz ilə vardılar. Bunlar özlərini günahkar bilindir. İndi bunu mən istəyirəm ki, dostlar, bu son sətri sürət ilə oxuyayım. Çünki uzun oldu. Bəlkə dostlar baş tapmadılar. Mən biraz da tozih verəndə şey elədim. Bunun üçün əvvəldən bir də oxuyuram. Deyir ki, seçdiyi yaşam ayrıcalıqlarının keyfini sürməkdədir. Kolay bir həyat yaşar, sayısız hizmətkarlar, nemətlərin bolluluğu, anakronik, dedik ki, yetənək, yəni yersiz bir güc, hətta düşük fiyatla benzin. Heç bir şeyi, heç bir kimsə ona həvəslə aradığı böyük övgü dedik ki, sitayiş, tərif, təmcidi sunamaz. Nə ən iyi, tamam, bunu quturduq, nə ən iyi olasılıqla kayıtsız olan, amma saf ya da suç ortağı olmayan yurt dışı, nə hər zaman kuşkuyla bakıldığı və çoğunluqla saldırıya uğradığı kəndi yurdu, nə də sümürgələşdirilənin səssiz isyanı görməzdən gələn kəndi gündəlik davranışları, doğrusunu söyləmək gərəkirsə, ötəkilərdən gələn suçlamalar qarşısında kəndi məsumluğuna kəndisi də pək inanmaz. Kolonialist içdən içə suçunu itiraf edər. Dostlar, 72-ci səhifənin ortalarına yetişdik və bugünkü dərsi də burada bitirdik. Burada gördük ki, sümürgə insanı, sümürgəçi, istemargər öz içində bir ikiliklə üzbəyizdir. Bu ikilik bir-biri ilə tutuşmaz, ziddir. Gecə ilə gündüz kimi, işığı ilə qaranlıq kimi, acı ilə şirin kimi. Bunları eyni zamanda yaşamaq zordur və mümkün deyil. Mütəəssifanə istemarçı bunu yaşır və biz bilirik ki, İranda biz bu sistemi yaşırlar farslılar. Bunlar özlərin içəridə, ən sonunda budur ki, içərində diqqət eləsə, özü məhkum edir. Çünki o şeylər ki, istir, onları istəmir də. Demokrasi istir, istəmir də. Azadlıq istir, istəmir də. Rifah istir, istəmir də. Dil istir, ana dil istir, istəmir də. Qanun istir, istəmir də. Bərabərlik istir, istəmir də. Əxlaq istir, istəmir də. Bunu yaşır. Hər halda dostlar, çox sağ olun, təşəkkür edirəm. Gələn gün sizi görmək ümidi ilə sağ qalın, səlamət yaşayın.